Bayaq vəkillə də danışdıq. Aha, Biraz gözüm... Səmiranı göstərin, buyurun. Mən gözlüksüz biraz pis görürəm, Pərviz, xahiş edirəm. Buna oxuyasan hansı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təksib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Həmin şəxsdə Samirə Əfəndi barədə həqiqətə uyğun olmayan təhqiramiz ifadələr işlədib. Bu səbəbdən tərəfimizdən məhkəməyə müraciət olunacaq. Söhbət Akif Nağıdan gedir, partiya sədrim. Buyurun. Bax belə, Samirə məhkəməyə müraciət edəcək və sonda xalqımıza nə demək istəyirsən, Samirə? Hər kəsə səbir arzu edirəm, sülh arzu edirəm, əmin-amanlıq, mehribançılıq. Sonunda zaten sülh olacaq, sonunda gəlged olacaq, mehribançılıq olacaq. Amma mən loru dildə desəm, cəbhənin ön sıralarında getdiyimə görə məni tənqid elədilər. Tənqidlərinizə də mən susuram, susaraq qəbul edirəm. Amma mən təhqirlərə susmayacağam və mənə mesaj, hətta Gmail-ma belə məni təhqir eləyən, söyən insanları mən qanuni şəkildə onlarla, qanunla Bax belə, Zamir nəsə ifa elə oradan.